Allah deyir, kiçik çətinliklər çıxanda böyütmə onları ki, böyüklərə düşməyəsən. Kiçik çətinliklərin adını ki, xırda məsələdir, düzələr şükür Allaha, yaxşı, nə olub ki? Bunu biraz diliyi məcbur elə bu sözü deməyə. Mən keçmişdə demişəm, adam var, çox demişəm, Ramazan ayı xütbələrində. Valla salam verməyə peşmansan. Deyəcək ki, kaş mən buna salam verməzdim. Ağzını açır şikayətlə. Bir təhər yaşayırıq da, adı yaşamaqdırsa bunun nəyər. Filan şey, həyat belədir filan. Adam deyir ki, mən qələt elədim, sənə salam verdim. Kaş mən səndən, çünki o yoluxdurur adamı. Dilə çevirir, özü deyil adamlarla oturun və yaxud da bir pozitiv insanlar olsun. O mənada yox ki, problemlərə təslim, aciz adamsız, şükür Allah'a. O mənada yox, problemlərlə mübarizə aparan, onları həll eləyən, eyni zamanda təbii qəbul eləyən. Bəli, mən bir sıra problemlərimi həll eləyəcəm, növbətlər gələcək. Və bir daha deyirəm, bunun ictimai, sosial tərəfi ilə işim yoxdur. Bəzən elə şeylər var ki, onlar ictimai hansısa proseslərlə həll olmalıdır. İnsanlar da hansısa vətəndaş mövqeyi ortaya qoymalıdır. Bunlar öz yerində, bunun mənəvi tərəfindən danışıram. Çünki insanın yanaşmaları çox önəmlidir.